Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə dövlət qulluğunun 7 iyun imtahanında keçirdiyi sualların birinci hissəsi ilə tanış olacağıq. Vaxt itirmədən keçək suallarımızın izahına. İlk sualımız mətnin məntiqi təhlili ilə əlaqəli bir sualdır. Bu sual təkrar sualdır, magistr imtahanına düşən bir sualdır. 2010 yaxşı 11-lər bu ərəfələrdə düşən suallardan biridir və sadə bir sualdır. Bu adamlar dostlardır. Onlardan bax 5 nəfər adam verib, 5 dənə də peşə verib. Tapmalıyam ki, kimin peşəsi hansıdır. Biz indi nə edirik? Bax gəl adamların adını yazaq. Deməli K, L, M, N və bir də F. Bunu yazdıq. Bunu ayırırıq. Kimin peşəsi hansıdırsa yazacağam və asan sualdır, çünki 2 parametrli məsələdir. Bizə nə deyir? K ya menecerdir, ya da mühəndis. Bunu götürüb qeyd eləyirəm ki, K ya menecer olacaq, ya da mühəndis olacaq. Bunu yazdıq. İkisindən biridir, bu qalsın. Ondan sonra M müəllim deyil. M-ə müəllim yazıb xətt çəkirəm. M müəllim deyil. Yalnız M və F qadındır. Ümumiyyətlə bu tip suallarda kişi və qadın söhbətləri eləyirsə, təklif edirəm ki, birini dairəyə alın. Bax, qadınlar M ilə F deyil. Bax, qadınları dairəyə alıram. Dairəyə aldıqlarım nədir? Qadınlar. M və F qadınlardır. Ee, Həkim qadın deyil. Həkim qadın deyilsə, onda kişidir də. Onda bu dairəyə aldıqlarımız həkim deyil. Bunlara həkim yazıb, nə edirik? Xətt çəkirik. Bu həkim deyil. F də həkim deyil. Çünki həkimlər qadın deyil. Mühəndis və sürücü kişidir. Mühəndis və sürücü kişidirsə, deməli qadınlar mühəndis və sürücü ola bilməz. Qadınlara mühəndislə sürücü də yazıb xətt çəkirəm. Qadın mühəndis deyil, həmçinin bu da mühəndis deyil. Həmçinin bunlar sürücü də deyil. Artıq tapıldı demək olar ki. Bu sürücü deyil, bu da sürücü deyil. Bundan sonra nə edirik? Bax, M-i tapdım. Müəllim deyil, həkim deyil, mühəndis deyil, sürücü deyilsə, qalacaq bir dənə nə? Hansı peşə qaldı? Menecer. M-in peşəsi olacaq nə? Menecer. Mən M-i menecer tapdımmı? Axı K ya menecer ya da mühəndis idi axı. M menecersə onda K olacaq mühəndis. Tapdıq bunda. İndi baxıram F-ə. F həkim deyil, mühəndis deyil, sürücü deyil, menecer də deyil də. Menecer də tapmışam axı. F-in peşəsi olacaq nə? Avtomatik müəllim və sual bizdən bunu istəyir. F-in peşəsi nədir? F-in peşəsi olacaq müəllim. Təbii ki, sadə bir sualdır. Yəni normal tələbələrin yaza biləcəyi bir sual forması idi. Gəlirik növbəti sualımıza. Aşağıdakı şəkildə neçə üçbucaq var? Və bu sual da artıq demək olar təkrar tipli bir sualdır. 3 may dövlət qulluğu imtahanına da düşmüşdü. Həmçinin magistr 2-ci cəhd imtahanına da bu tipli bir sual düşmüşdü. Bir dənə əlavə olaraq burada bir dənə ekstra xətt çəkilib. Bu tip sualları nə edirik? Ən gözəl üsul hissələrin nömrələnməsi ilə bağlıdır. Bax, biz qapalı hissələri nömrələyirik. Yazıram 1, 2, 3, 4, 5, 6, 7 və 8, həmçinin 9. Bizim 9 dənə qapalı hissəmiz var. Bizim 9 dənə qapalı hissəmiz var. Baxıram ki, əvvəl bir dənəli üçbucaqları sayıram. Bax, bir dənəli üçbucaqlar hansılardır? Bax, yazıram 2, sonra 9, sonra 5, yəni bir fiqurdan ibarət üçbucaqlar. 8 və bir də 7. İndi 5 dənəsi oldu bunlar. Bax, biz bütün hissələri nömrələdik, qapalı hissələri. İndi keçirəm bir dənəli üçbucaqlara. Baxın, 2, 9, 5, 8 və 7. Bax, 5 dənə burada oldu. Üstə gəl. Keçirəm indi 2 dənə fiqurun birləşməsindən yaranan üçbucaqlara. 2 dənə fiqurun yaranmasında üçbucaqlar hansılardır burada? Baxın, biri 2 ilə 3-dür, 23, görürsünüz. Biri 23-dür. Biri də çox adam bunu görmədi imtahanda. 1 və 2, baxın 12. Bax, 1 ilə 2-ni birləşdirəndə nə yaranır? Üçbucaq. Deməli, biri də 12. 1, 2. 2 dənə də 2 dənəli üçbucaq oldu bizdə. Deməli,
yazıram, üstünə gəlirəm 2. İndi keçirəm 3 dənəli üçbucaqlara. 3 dənəli üçbucaqlar, bax, biri 6, 7, 8-dir yazıram. 6, 7, 8. Digəri 5, 4, 9. 5, 4, 9. Görürsünüz? Bax, 6, 7, 8, biri belə. Bir də 5, 4, 9. Bax, biri də belə. 2 dənə var, başqa yoxdur. Və ən sonda bir dənə qaldı, bax. 5 dənəli üçbucaqlardan, bax, bir dənə də ekstra bu var. Görürsünüz? Bu fiqur. Yəni 1, 2, 3, 4, 8 nömrəli üçbucaq. Bir dənə də burada. Bitdi. Bu ədədləri toplayırsan, cavab olur 10 dənə üçbucaq. Ümumiyyətlə, fiqur sayılmalarında bilirik ki, ən balaca 2 variantı silin variantlardan. 99% nə eləmək olur? Yəni, bunlar cavab olmur. Cavabı atanda üçündən birisini atmaq lazımdır. Gəlirik növbəti suala. Bu sual çox gözəl bir sual idi və rahat sual idi. Tutmaq olurdu temanı. Bu sual tipi də əslində imtahanlarda istifadə olunub, amma həmişə sözü soruşurdu. Bu dəfə daha rahat olsun deyənə deyir ki, hansı sözlərin hərflərini birləşdirəndə yeni şəhər adı yaratmaq olar? Yeni şəhər adı. Cavab burada 1 və 5 olur. 1 və 5-dən hansı şəhər düzəlir? Dam və dir sözlərinin hərflərini qarışdırırsan, eləyirsən, alınır Madrid sözü. Cavab olur Madrid sözü. Yəni, ən azından şəhər olduğunu verdiklərinə görə bunu rahatlıqla düşünüb tapmaq olardı. Növbəti sual artıq şablon sualdır. Demək olar, hər dövlət qulluq imtahanlarında istifadə olunan sual formasıdır. Nə edirik? Deyir ki, evdən saat 11:06-da çıxmalı olan adam dəqiq işləyən saatına güzgüdən baxanda şəkildəki vəziyyəti görür. Deyir ki, hansı variantda həmin adamın evdən neçə dəqiqə sonra çıxmalı olduğu vaxt verilib. Necə eləyirdik? Burada baxın, baxırdıq hal-hazırda saat neçədir? Bax, hal-hazırda baxıram ki, saat görürsüz, bura normalda əsl saat kimi olsa, hal-hazırda saatımız 3-ə işləyib neçə dəqiqə? 13 dəqiqə, düzdürmü? Hal-hazırda saatımız 3-ə 13 dəqiqə işləyib yazıram. Yəni 02, 13. Hardan bilirəm 13-dür? Baxın, bura 10-dur, bura 15. Görürsünüz, bu bura daha yaxındır. Bax, 10, 11, 12, 13, 14 və 15. Hal-hazırda saatımız 3-ə işləyib 13 dəqiqə. Bunu sən 02-13 də yaza bilərsən. Ola bilər tələbə var ki, götürüb bunu 14-13 yazır. İkisi də eyni şeydir. Belə yazmaq daha yaxşıdır təbii ki. İndi bax, bu gördüyümüz güzgü əksi idi axı. Və 12:00-dan bunu çıxırdıq. Yəni, əslində tapmaq üçün. 12:00-dan bunu çıxırıq. Belə yazanda isə, bax, bu cür yazanda isə 16:00-dan çıxırıq. Daha üzr istəyirəm, 24:00-dan çıxırıq. Bunu 24:00-nun əvəzinə 23:60-da yaza bilərsən. Bunun da 12:00 yazanda 11:60-da yaza bilərsən. Tələbələr daha yaxşı 11:60-dan tutur söhbəti. 12:00-la 11:60 eyni şeydir. 11:60-dan bu saatı çıxıram ki, bu gördüyüm güzgü əksidir axı. Promot cavabı tapın. 60-dan 13 çıxıram, cavab olur 47. 11-dən də 2 çıxıram, olur 09. Deməli, əslində saat 09:47 imiş. İndi tema odur ki, elə bir ki, 09:47-də girmişsən məşğələyə, 11:06-da məşğələdən çıxmısan. Aradan neçə dəqiqə vaxt keçir, onu hesablamalısan. Bunu da biz qısa yolunu belə təklif eləyirdik ki, dostlarımıza. Baxın, 47-dən 06-ya gəlməlisən də sonuncu rəqəmlərlə variantı çıxdaş eləmək olurdu. Necə? Baxın, bu sonuncu rəqəm 7-dir. 7 gəlib 6 olmalıdır. Bax, yəni 7-nin üstünə nə gəlsəm 6 eləyər? Təbii ki, 9. Sonu 9 ilə bitən həmişə onsuz da bir dənə variant olur. Yəni, bax, biz nə elədik? Buradakı saat neçədir? Hal-hazırda 02:13. 11:60-dan çıxdıq 02:13-ü, saatı tapdıq 09:47. Və bu 09:47-də saata baxır. Evdən 11:06-da çıxmalıdır. Aradan necə deyərlər? Neçə dəqiqə keçib onu tapırsan. Yaxud belə də eləyə bilərsən. 09:47 deyil. 13 dəqiqə sonra saat olur 10 tamam. 10 tamamdan da 11:06-ya 66 dəqiqə vaxt var. Bunları toplayanda cavab olur 79. Və bunu düzdür, təbii ki, bəzi dostlarımız necə deyərlər, güzgü əksi ilə falan tapa bilər. Ən gözəl üsul budur. Hal-hazırda gördüyünüz saatı yazın. Yazdınız 02:13. 11:60-dan bunu çıxın. Yəni 11:60 nədir? 12. İndi növbəti sualımıza keçirik.
Beşinci sual bu magistr qəbuluna düşən bir sual tipindəndir. Bu sual necə deyərlər, səhv xatırlamıramsa magistrın 2013-cü ildə keçirdiyi e, DİMİN sınaq imtahanının sualıdır. Həmçinin bu sual təkrar olaraq 2024-cü ilin səhv xatırlamıramsa deyəsən ikinci cəhd imtahanında olmalıdır. Bu formalı bir sual düşmüşdü imtahana. Burada məsələ odur ki, dostlar, qatlanma sualıdır. Qatlanma kimi. Bax, elə bil ki, 3 dənə fiqurdan bu alınıb. Bu 3 dənə fiqurdan bu alınıb, bundan bu, bundan da bu. İndi bunlardan nə alınacaq? Bax, elə bil ki, bunun soldakını sağa qatlayırsan, sağdakını sola bax. Bunu bura qatlayırsan, bunu da bura qatlayırsan. Alınır ortada bax bu fiqur. Bax, həqiqətən gəlin yoxlayaq. Bax, bu fiqur var ha. Bax, bunu bura qatlamaq nədir? Yüzgəc. Bunu bura qatlayanda bax bu qara hissəm var ha. Mənim bu qara hissəm gəlib bax bura düşəcək. Buralar olacaq həmin bu fiqurdan. Bax, bunu rənglədik. İndi bu soldakı fiquru da sağa qatlayanda bu hissəm elə bax gəlib bura düşəcək. Və məsələ nədir? Bizdə hansı fiqur alındı? Görürsüz, bax elə bizdə baxın bu fiqur alındı. Burada da eyni temadır. Bax bunu sola qatlayacaqsan. Bu olacaq burada. Düzdürmü? Bax, buralar rənglənəcək. Bunları isə sağa qatlayanda, bu dairəni sağa qatlayanda bu dairəmiz gəlir bura düşür. Bircə dəqiqə texniki bir nasazlıq yarandı burada. Aha. Elə ki, bax bu dairəmiz gəlib düşəcək buradan belə. Bu dairəmiz də gəlib düşəcək buradan belə. Nəsə də bunlar qaraldanda baxırsan ki, bəli, həqiqətən belə bir şey alır. İndi gəlirsən sualın özünə. Sualın özünə gələndə, bax, bu soldakını sağa qatlayanda, bax, bu dairəmiz elə gəlir, bax, bura düşür. Bax, bura olacaq qara. Ondan sonra sağdakını da sola qatlayanda, bu da gəlib olacaq necə? Bax, belə. Və sən buna uyğun variantı seçirsən. Hansı variant olur? Cavabımız olur D variantı. Çətin sual deyildi. Amma yəni tapılası bir sual formasıdır. Növbəti sualımıza baxırıq. Sadə bir sualdır. Vurma cədvəli ilə əlaqəlidir. Yəni rəqəm atsaq daha yaxşı olar. A vurulsun C-miz 48-dir. 6 ilə 8 olar yəqin ki, ya da 12 vur 4 olar. 6 ilə, bax, misal üçün, gəl biz bir dənə belə eləyək. A-ya bir dənə 6 deyək. C-yə 8 deyək. Alınmasa dəyişərik. A 6 olsa, B olacaq 12. Baxıram ki, C-miz 8-dir, B-miz 12. Həqiqətən bunları bir-birinə vuranda nə olur? Baxırsan ki, bəli, 96 deyil, deməli rəqəmləri düzgün atmışıq. Yəni, vurma cədvəlində ən gözəl üsul rəqəmləri atılmasıdır. ABC-nin cəmini istəmir. Bunları toplayıram, cavabım olur 26. Cavab olur D variantı. Ondan sonra gəlirik növbəti bir sualımıza. Bu sual çox gözəl bir sual idi. Ən azından baxın, atanda nə atmaq lazımdır? Bax, cavablara baxın, bütün cavablar kvadrat ədədlərdir. İmtahanda da variantlarda bir dənə kvadrat ədəd 4 idi. Onsuz da variantlar da belə idi. Və məsələ nədir? Biz bilirik ki, 2 böyük ədəddən görürsünüz balaca ədədlər alınır. Bizim qızıl qaydamız var. 2 böyük ədəddən balaca ədədlər alınırsa, 99% hallarda rəqəmləri ilə bağlıdır. Və bunun rəqəmlərinin cəmi eləyir 19. Bunun rəqəmləri cəmi eləyir 15. 19-dan 15-i çıxırsan alınır 4. 4-ün kvadratı alınır 16. Hamısını da yoxlaya bilərsiniz. Gəlirəm daha promoy cavaba. Bunun rəqəmləri cəmi eləyir 18. Bunun rəqəmləri cəmi eləyir 16. 18-dən 16 çıxıram. 2, 2-nin də kvadratı olacaq 4 olacaq. Növbəti sualımıza baxırıq. Ardıcıllığın növbəti hədlərini tapın. Bax, gözəl bir sualdır əslində. 2 dənə sual, bizdə 5 dənə ardıcıllıq verir. Deməli, birinci ardıcıllıq necədir? Baxın, vurur 8-ə. Bundan buna gəlmək üçün bölürəm 4-ə. Bundan da buna gəlirəm üstünə 7. Bax, hamısı elədir, bax. 8-ə vurub, 4-ə bölüb, 7 gəlir. 8-ə vurub, 4-ə bölüb, 7 gəlir. 8-ə vurub, 4-ə bölüb, 7 gəlir. İndi burada baxıram ki, bəli, bunu həqiqətən 8-ə vuranda 96 eləyir. İndi 96 nə etməliyəm? Bölməliyəm 4-ə, eləyəcək 24. 24-ün üstünə 7-ni gələndə cavab olacaq 31.
24 və 31. Cavabımız olacaq D variantı. Bundan sonra 9-cu sualımıza baxırıq. Bu sualda əslində sadə sual deyil, gözəl sualdır. Bizdən S istəyir, düzdürmü? Bax, buradakı ədəd istəyir. Ən azından bax, qıraqlardan orta da ala bilərsən, ya da ki, bunlardan bunu al. Bax, tema nədir? 8-i vurursan 2-yə, nə eləyir? 16. 16-dan 6-ya necə gələrik? 16-dan 6-ya gəlmək üçün 10 çıxmaq lazımdır da. Bu 5-in 10-la nə əlaqəsi var? Bax, bu 5-i də özündən 2-yə vurursan, eləyir 10. 8 vur 2 16, 5 vur 2 10. Çıxanda eləyir 6. Baxın, 7-ni 4-ə vurursan 28. 28-dən 16-ya gəlmək üçün 12 çıxmaq lazımdır. 6-nı 2-yə vuranda 12 eləyir. Bəli, sonra ədədləri çıxırsan. İndi 11-i 12-yə vura. Olur 132. Bu 4-də axı 4-ü də 2-yə vuram eləyir 8. 132-dən 8-i çıxacaq. Cavabım olacaq 124. Və növbəti sual, bu sual gözəl bir sualdır. Bu sual tipindən imtahanlara, xüsusilə dövlət qulluğu və yüksəliş müsabiqəsi imtahanlarına düşüb. May imtahanına da bunun oxşar versiyası düşmüşdü. May imtahanındakı sual daha qarışıq idi. Bu isə çox sadə bir sualdır. E, necə eləyəcəyik? Bax, deyək ki, komplektlərin hər birində şəkillər arasındakı qanunauyğunluğu tapın. İki dənə komplekt var. Birinci komplekt, ikinci komplekt. Hər komplektin özünə uyğun xassəsi var. Deyir axırda ki, bu hansı komplektə uyğundur. Deməli, nə edirik? Bax, əslində çox rahatdır. Bax, birinci komplektdə fikir verin. Bax, bu fiqurlar var ha, bax bu fiqur. Üçbucaq ortadan xətt gedən. Bax, birinci komplektdə bizim bu fiqurumuz var ha, üçbucaq ortasından gedən xətt. Bu fiqurdan həmişə neçə dənədir? Görürsüz, bütün variantlarda 4 dənədir. Bax, birinci komplektdə bu fiqur hər dəfə 4 dənə olur. Görürsünüzmü? Bax, bütün birinci komplektlərin hamısında bu fiqurdan cəmi 4 dənədir. Bəs ikinci komplektdə sizcə hamısından eyni olan nə var? İkinci komplektdə baxıram ki, bu qara üçbucağım var, ha, bax, qara üçbucağım. Qara üçbucağıdan hamısında neçə dənədir? Görürsüz, bütün fiqurlarda qara üçbucaqlardan görürsüz 3 dənədir. Yəni qanunauyğunluq odur ki, bu birinci komplektdə bu fiqurdan 4 dənə olmalıdır, ikinci komplektdə qara fiqurdan 3 dənə olmalıdır. İndi bu şəklə baxsam, bu indi bundan sonra artıq müəyyənləşdirmək daha rahatdır. Bu şəkil hansı komplektə uyğundur? Baxıram ki, bax burada qaralar 2 dənədir. Deməli bu nağd olaraq ikinci komplektə uyğun gəlmədi. Bu fiqurdan 4 dənə olmalı. Bax bundan da 3 dənə daxil. Deməli buna da uyğun gəlmədi. Yəni bu komplekt heç birinə uyğun deyil. Ola bilər ki, bu cavablar misal ya birinciyə uyğun olsun, ya ikinciyə, ya ola bilər hər ikisində olsun. Bax, bu formalı bir sualdır. Görürsünüz, əslində qaydasını bilsən, tutsan, sadə yolla həll edə bilərsən. Növbəti sualımıza baxırıq. Tərəzilər ümumiyyətlə bilirik ki, dövlət qulluğu imtahanlarında həqiqətən çox rahat istifadə olunur. Və bu tərəzi sadəcə rəqəm atlası tərəzilərdir. Bax, bunun prosta rəqəm atı çıxıb getsin. 2 dənə fiqur, 3 dənə fiqura bərabərsə rəqəmlər elə 2 ilə 3-dür. Yəni prosta tərsinə atırsan. 2 dənə olana 3 atırsan, 3 dənə olana 2 atırsan. Həqiqətən 6 6-ya bərabərdir. İndi bu kvadrat 2 deyil, bu kvadratın yerinə 2 qoyanda dairələrin qiymətləri 1 olur. Gəlirəm indi bura. Bunun qiyməti 3-dür, bunun qiyməti 2-dir. Cəmi eləyir neçə? 5. Hansı variantın 5 eləyir? Eləyir C variantımız. Çünki dairələrə 1 demişdik axı. Olur belə. Yəni təbii ki, əvəz etmə falanla onunla da eləyə bilərsiniz, amma olur belə. Növbəti sual artıq hər imtahanlara düşən, əvvəl bu tip suallar dövlət qulluğu imtahanlarında retq istifadə olunurdu və nə edirsən? Deyir, bu fiqurları birləşdirəndə hansı hissə əmələ gəlir? Deməli, baxırıq nəyə? Bax, əslində imtahanında tapmaq olardı nisbətən, vərəqi üstündə işləyib. Diqqətlə biraz analiz edəndə görmək olar ki, deməli dostlar, nə edirik? Bax, bu bir nömrəli fiquru görürsünüz, bir nömrəli fiquru. Bir dənə bunu biraz düzəldik. Aha, baxın, bu bizim olsun bir nömrəli fiqurumuz, düzdürmü? Bu fiquru atırıq, bax, bu hissəyə. İndi təxminən çəkəcəm. Bu olur bizim bir nömrəli fiqurumuz. Bu 2 nömrəli fiquru görürsünüz, 90 dərəcəli üçbucaqda. Bunu atırsan bax bura. Döndərib qoyursan təbii ki.
Bu fiquru atırsan bura. 2 nömrəli üçbucaq. Bu üçbucağı görürsünüz, 3 nömrəli fiqur. Bu da 90 dərəcəli üçbucaqdır da. Bunu atırsan bura. Və bu da 4 nömrəli fiqurumuz da gəlib düşəcək. Baxın bu hissəyə. Ürəyiniz istəsə mən bunu baxın sizə belə də göstərə bilərəm təbii ki. Bircə dəqiqə. Aha. Aha. Burada indi ola bilər. Deməli, bircə dəqiqə, bircə dəqiqə. Aha. Burada sürüşdü versiyalar. Bax, görürsünüz bunu atdıq bura. Bu fiquru döndərib qoyuruq bu hissəyə. Bu hissəni döndərib qoyuruq bu hissəyə. Məlum məsələdə ortadadır bax bu hissə. Görürsünüz? Tam olaraq oturdu üstbəüst. Deməli, olur belə. Cavabımız olur B variantı. Gəlirik növbəti sualımıza. Növbəti sual operator tipli cədvəl sualdır. Və nə edirik? Bax, bilirsən ki, bizdən bu hərfi istəyir, S hərfini istəyir. Deməli, bax, 2 ədəddən, bax, görürsünüz, 2 ilə 9-da 19 alınır. Ya, 2 ilə ondan 21 alınır. Tutmaq olar əslində. Bax, 9-u 2-yə vurursan, eləyir 18. 19-a çatmağa nə lazımdır? 1 lazımdır. Bax, burada isə bax, sol tərəfi 2-yə bölürsən, sağ tərəfi 2-yə vurursan, alınan cavabları toplayırsan. Misal üçün, baxın, 10-u 2-yə vururam 20, 2-ni 2-yə bölürəm, eləyir 1. Toplayıram, olur 21. Hamısını da ödəyir. 4-ü vururam 2-yə 8, 4-ü bölürəm 2-yə 2. 8 ilə 2-nin cəmi olacaq 10. Yəni, sol tərəfi 2-yə bölürük, sağ tərəfi 2-yə vurup. Cavabları toplayırsan, axırda alınır belə bir hissə. Növbəti sual magistr qəbul sualıdır. Səhv xatırlamıramsa, ya 2018 ya da 2019-cu ilin magistr sualıdır bu. Cüzi rəqəmlər dəyişilib və bu arada deyim ki, həqiqətən çətin bir sualdır və görməli bir sualdır. Burada tərsdən baxırsan, baxın, 42-ni tərsinə baxın, 14-ə böləndə alınır 3. 64-ü burada 61 yazılmalıdır. Saçma 16 yazmışam. Aha, 61 olmalıdır burada. 64-ü 16-ya böləndə 4 eləyir. 56-nı 28-ə böləndə 2 eləyir. 75-i bu 51 olmalıdır. Yenə səhv yazmışam. 75-i 15-ə böləndə 5 eləyir. İndi 96-nı 12-yə böləndə alınır neçə? Deməli, 96-nı 12-yə böləndə neçə eləyir? 8 eləyir, hə? Cavab olur 8. Yəni, A variantı. Variantları da 8 qoymaq yadımdan çıxıb. Eyb yoxdur, qoyun bu sualı düzəldim. Deməli, dostlar, sual bu formada olmalıydı. Biraz yığım xətası var idi sualda. Cavab olur, bildiyimiz kimi tərsdən. 96-nı 12-yə bölürsən, cavabımız olur 8. Və gəlirik part 1-in sonuncu sualına. Bu sual 2013-cü il magistr imtahanına düşən sualdır və bəli, kifayət qədər çətin sualdır əgər həllini bilmirsinizsə. Deməli, nə edirik? Bu adamlar A-nın anası, xalası, qardaşı, bacısı, arvadı, atası və qızlarıdır. Deməli, bizə nə deyir? P ilə Q eyni cinsin nümayəndələrdir. Bax, bizdə ümumiyyətlə bu sualda ailə sxemi qurmaq lazımdır. Yazıram, A-nın bizdə var, yazıram, A-nın bizdə var anası, sonra var A-nın xalası, A-nın var bizdə atası, A-nın var bizdə qardaşı, A-nın var bizdə bacısı, A-nın var bizdə arvadı və bir şərt verib ki, A-nın arvadı öz həmyaşıdıdır. Yəni, eyni pokoleniyadır. A-nın var arvadı. Bu o deməkdir ki,
Yəni sən eyni pakeliyyanı bir yerə yazmalısan. Bir də A-nın var bizdə nəyi? Qızı. A-nın da var bizdə bir də qızı. Bu yazdı. Bundan sonra keçirəm şərtlərə. Bax, çox sadə bir sualda əgər bu format eləsən. Yəni, mən bu sxemlədir qurduğum. Bax, mən özümlə A-nın eyni pokoleniyasını özü ilə bir cərgədə yazmışam. A-dan yuxarı görürsünüz valideynlərdir. Ata, ana, xala, dayı və s. Bunlardan yuxarı kim olmalıdır? Nənə, baba və s. İndi başlayırıq şərtlərə hardan. Bax, burada bu şərtləri oxuyanda əslində söhbəti tutmaq olmur. Deyir ki, birinci başlayırsan bu şərtdən. İndi oxuya-oxuya ötürürsən bunları. M ilə Q bacıdırlar. Burada M ilə Q bacıdsa, burada iki bacı kim var? Baxıram ki, iki bacı sxemdə ana ilə xaladır. Deməli, biri anadır, biri xaladır. M-dən Q-dən. Biri ana, biri xala. M və Q. Q A-nın anası deyilsə, M-lə Q ana ilə xala idi və Q anası deyilsə, Q onda olur xalası, M onda olur anası. Sonra nə deyir? S M-dən öncə anadan olub. Yəni S M-dən əvvəl doğulub. M anadan, anadan qabaq doğulan kim ola bilər bu sxemdə? Ancaq ata. Ata S olacaq. Hə, bu arada deyirlər ki, ay müəllim, bəlkə xaladır. Axı xalanı tapmışıq biz Q. Söhbət S-dən gedir. S anadan böyük olmalıdır. M anadan. Anadan böyük ancaq ata ola bilər. Ata da deməli olur S. M-lə N müxtəlif cinsin nümayəndələridir. O deməkdir ki, biri kişidir, biri qadındır. İndi əgər M qadınsa, N olacaq kişi cinsi. N də olur qardaş. Bitdi. Və bu sualda qalan hərflər var ha. Biri arvad, bacı və qız. Mən bu üçünün hansının P, hansının R, hansının T olmağını dəqiq bilmirəm. Bunları dəqiq tutmaq olmur. Deyir, hansı mütləq doğrudur? Q A-nın qızıdır. Q A-nın qızıdır, yox. Q ilə yox. Q A-nın xalasıdır, səhvdir. M A-nın xalasıdır, yox, anasıdır, səhvdir. T A-nın qızı ola da bilər, olmaya da bilər. Mütləq deyil. R qadın cinsindən deyil. Mən nə olsun R-in kim olduğunu bilmirəm. Zato bilirəm ki, PRT ana, PRT arvad, bacı və qızdır axı. PRT var ha. Bunlar üçündən biri isə 100% qadın cinsidir. Qadın cinsindən deyil, yanlışdır. Cavab D variantıdır. N və T müxtəlif cinslərin nümayəndələridir. Bəli, N çünki kişi cinsidir. T var ha, bu üçündən biridirsə 100% qadın cinsidir də. Avtomatik olaraq N ilə T nə olacaq? Müxtəlif cinslərin nümayəndələri olacaq. Bu da olur belə. Və bu oldu bizim part 1 hissəsi. Videonun ikinci hissəsi də gələcək. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.